أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين المعصومين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. هل أتاك حديث ضيف إبراهيم المكرمين إذ دخلوا عليه فقالوا سلاما قال سلام قوم منكرون صدق الله العلي العظيم. Peyğəmbər ali Peyğəmbərə salavat zikr edək. Bugünkü mövzumuz istəyirəm qonaqpərvərlik və dinimizin qonağa verdiyi hörmət barədə danışaq. Əslində bu İslam dininin gözəlliyidir. Daha əhatəli bir, ümumbəşər bir din olmasının göstəricisidir ki, İslam dini hər sahədə demək olar ki, şəffaf şəkildə hökmlər və hər bir hissədə, hər bir incəlikdə öz sözünü deyib, daim demiş və deyəcək. İslamın gözəlliyi də bundadır. Hər kəs öz hökmün oradan axtarıb əldə eləyir. Hər kəs öz hökmün İslami qaynaqlardan tapıb öz üzərində tətbiq eləyə bilir. İslam dinində qonağa verilən dəyər o qədər əhəmiyyətlidir ki, hətta Allah Quranda bu məsələni önə çəkir, bəzi ayələrdə bizlərə çatdırır ki, oxuduğumuz ayə onlardan biri idi və bir neçəsi idi. Həzrəti İbrahim əleyhissalam Allahın seçilmiş peyğəmbərlərdən idi. İbrahim əleyhissalam Lut peyğəmbərlə xaloğlu olublar. Həzrəti Lut əleyhissalamla İbrahim əleyhissalam xaloğlu olublar. Hədislərdə belə qeyd olunur. Bəziləri nəql edir, deyirlər əmoğlu olublar. Fərq yoxdur. Əsas odur ki, bunların qohumluğundan əlavə ikisi də peyğəmbər olub. Və Allah qatında hər ikisinin xüsusi dəyəri olub. Həzrəti İbrahim əleyhissalam və Lut peyğəmbər əleyhissalam hər ikisi birlikdə Nəmrudun vilayətin tərk eləyib. Birlikdə çıxıb oranı tərk eləyiblər, hicrət eləyiblər, gediblər. Həzrəti İbrahimin şəni daha yüksəkdir. Peyğəmbərlər içərisində Allah onun məqamın xüsusi şəkildə vurğulayır. Məsələn, Həzrəti İbrahimə Allah Teala bir xüsusiyyətin bizlərə Quranda çatdırır. Buyurur ki, İbrahim Allahın xəlili idi, yəni dostu idi. Allahın dostu idi. İki peyğəmbəri Allah seçib 124 min peyğəmbərin içərisindən. Onlardan biri Həzrəti İbrahim əleyhissalam idi, digəri isə Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm idi. Həzrəti İbrahim əleyhissalamın bəzi xüsusiyyətlərin çatdırır. Buyurur ki, İbrahim özü təklikdə bir ümmətə əvəz idi. Böyük bir ümmətə dəyərdi. Onun təklikdə əməli, rəftarı, ibadəti, itaəti böyük bir ümmətin ibadət itaətindən əfsəl idi. Və gəlir bir yerdə deyir, İbrahimin ehtiramlı qonaqların əhvalatı sənə çatıbmı ey Peyğəmbər? Həl ətəkə hədithu dayfi İbrahim əl-Mukramin. İbrahimin qonaqlarından Allah söz açır. İbrahim əleyhissalamın qonaqlarından niyə söz açır? Nəyə görə? Həzrəti İbrahimin barəsində qeyd olunur, buyurulur ki, Allah təbarək və teala onda bu xüsusiyyəti o qədər gözəl şəkildə görürdü ki, hətta Həzrəti İbrahim əleyhissalam evində qonağı olmayanda çıxardı küçüyə. Qapını açardı, kilitləyərdi, qıfıllayardı, çıxardı, gedərdi, qonaq axtarardı özü üçün.
Günlərin bir günü Həzrəti İbrahim əleyhissalam çıxdı küçəyə, bir nəfər tapsın, gəlsin. Gəzdi, heç kimi tapa bilmədi. Qapılarda bağlamışdı da. Qaydandan sonra gəldi, gördü bir nəfər, bir kişiyə bənzər bir şəxs oturub, əyləşib. Dedi, sənə kim icazə verib bu evə daxil olmuşsan? Həzrəti İbrahim soruşur. Dedi, Rəbbim icazə verib. Deyir, 3 dəfə təkrar eləyəndən sonra Həzrəti İbrahim əleyhissalam başa düşdü ki, bu Həzrəti Cəbrail əleyhissalamdır. Həzrəti Cəbrail əleyhissalam buyurdu ki, Rəbbin məni göndərib öz xəlilinin yanına, öz dostunun yanına. Həzrəti İbrahim əleyhissalam buyurdu, Rəbbimin o dostu xəlili kimdir? Göstər mənə, mən bir ömür onun xidmətçisi olum. İndi bizə bir nəfər desə ki, Allah burada bir nəfəri seçib üstün məqamda, hamı özünə götürər də, deyər mənəm. Burada da Həzrəti İbrahim əleyhissalamdır, bir də Həzrəti Cəbrail əleyhissalam. Deyir, Rəbbim məni seçilmiş və öz dostu olan bəndəsinin yanına göndərib. Həzrəti İbrahim da demədi, o mənəm. Həzrət dedi ki, o adamı mənə göstər, mən gedim onun xidmətçisi olum. Deməli, Allah qatında bir məqam var. Əslində biz o məqamı ayırt eləməliyik. O incə nöqtəni biz seçməliyik, təyin eləməliyik. O məqam bilirsiniz, nədir əzizlər? O məqam insan özün Allahın ən ali, ən üstün şəxsiyyətlərinə xidmətçi görməlidir. Başqa sözlə desək, ən üstün şəxsiyyətləri biz seçə bilmirik cəmiyyətdə. Ola bilər bizim üstün məqamda gördüklərimiz əslində üstün məqamda deyilmiş. Qiyamət günü bu bəlli ola bilər. Ona görə hər bir şəxsə özümüzü xidmətçi görməliyik, bilməliyik. İnsan özün cəmiyyətdə layiqli xidmətçi görə bilsə, o həmin üstün məqamı ələ gətirəcək. Həmin üstün mövqeyə sahib ola biləcək. Yoxsa elə insan özün ən ali və hamın özünə xidmətçi biləcəksə, o insan heç vaxt müvəffəq ola bilməyəcək. Heç bir zaman uğur əldə edə bilməyəcək. Elə biləcək ki, elə hamı mənə xidmət eləməlidir. Hamı mənim qarşımda olmalıdır. Hamı mənə, var da insanlar, görürsən, insan var salam dilənçisidir. İnsan var ehtiram dilənçisidir, hörmət dilənçisidir, qayğı dilənçisidir. Hamının qayğıya ehtiyacı var. Amma əsas odur ki, sən necə qayğı göstərə bilirsən ya yox. Sən necə ilk salam verə bilirsən ya yox. Sən necə ilk kiməsə nəvaziş göstərə bilirsən ya yox. Kiminsə elədiyin qaytarmaq yox, bu alicənablıq deyil. Sən elə əvvəldən qədəm götür, birinci, ilk başda. Hansı işdə ilk başlasın, o məqamda sənin məqamın alidir. Hətta müsəlman, İslam dini gələndə ilk İslamı qəbul eləyənlər barədə Allah Teala Quran-ı Kərimdə bir surədə birinci onların adını qeyd edir. Buyurur, vəs-sabiqun, əs-sabiqun, ulaikəl muqarrabun. O önə düşənlər, qabağa düşənlər, birincilər, onlardır müqərrəb, Allaha yaxın olanlar. Birinci sən başda. Həzrət İbrahim əleyhissalam buyurdu ki, həmin o bəndə kimdir? Allahın dostu, xəlili. Onu mənə göstər, mən gedim ona xidmət göstərim. Həzrət İbrahim əleyhissalamın cavabında Cəbrail əleyhissalam buyurdu ki, o sənsən. İndi insan sevinər və sevinməlidir. Amma Həzrət İbrahim əleyhissalam bu sevincdən əlavə bir sual verdi. Dedi, nəyə görə mən? Səbəb nədir? Dedi, çünki bu vaxta qədər heç kimdən heç nə istəməmsən. Allahdan başqa heç kimdən heç nə istəməmsən. Nə istəyin olub Allahdan istəmsən. Bu bir, məsələnin birinci tərəfi. İkinci tərəfdə heç kəs səndən istəyən hər hansı bir şəxsi əliboş yeri qaytarmamısan. Özün istəməmsən, amma səndən nəsə istəyəni də əliboş yeri qaytarmamsan. Bu səni Allah yanında xüsusi hörmətli eləyib, izzətli eləyib və Allah səni özünə dost seçib.
İnsan fikirləşər ki, nəyə görə mən Allahdan başqa heç kimdən istəmirəm və insanlar da məndən istəyəndə əli boş geri qaytarmıram. Bu hansı məqama insanı sahib eləyə bilər? Niyə bu insanı bu qədər yüksəltməlidir? Bu, o baxışla baxılanda insan başa düşür ki, mən Allahın hər hansı bir şəxs, məndən məqsəd tək mən yox, hər birimiz Allahın yer üzərində təyin elədiyi, yaratdığı ən ali dəyərdir insan. Və insan bilməlidir ki, kiminsə istəyin yerinə yetirirsə, o insan insanlar arasında Allahı təbliğ edir. Allahın gözəl yetirməsi, ruzi verməsi, heç kimin naümid, əliboş geri qaytarmaması, bunları həmin o insanlara əməli ilə göstərir. Deyir ki, bax, Allah məni vasitə eləyib, mən verirəm sənə, bəxş eləyirəm. İnsanlar arasında naümidlik azalır. İnsanlar arasında Allahdan ümidin kəsilmə məsələsi azalır. Yavaş-yavaş insanlarda inam hissi yüksəlir. Həzrəti İbrahim əleyhissalamda bu xüsusiyyət ən ali həddə idi, ən zirvədə idi və hər bir şəxsin qarşısında görsənirdi ki, Həzrəti İbrahim əleyhissalam insanları heç vaxt ümidsiz halda buraxmır. İnsanları heç vaxt məyus halda buraxmır. Hər bir şəxs itirdiyi ümidi Həzrəti İbrahim əleyhissalamın yanında tapardı. Deyir, ona görə Allah səni özünə dost seçib, bu xüsusiyyətə görə. Bir yerdə mənə rast gəldi Həzrəti İbrahim əleyhissalam barəsində. Deyir, qıtlıq günləri idi. İbrahim əleyhissalam maddi cəhətdən imkanlı olub. O peyğəmbərlərdən olub ki, maddiyyatı yüksək həddə olub. Günlərin bir günü, qıtlıq günlərində Misrə getmişdi, öz dostundan borca un almağa. Deyir, getdi, dostun evdə tapa bilmədi və naümid halda qayıdır və evdə Sara xanım, Həzrəti İbrahim əleyhissalamın ailə həyat yoldaşı idi Sara xanım. Həzrəti İsmail əleyhissalamın, İshak əleyhissalamın anası. Deyir, Sara xanımdan demədi Sara xanıma ki, dostumu tapa bilmədim, un yox idi. Deyir, o xurcun idi, nə idi, o kisəsini doldurdu qumla. Doldurdu, gətirdi, qoydu, ulağın üzərində gətirdi və özü yatdı, istirahət elədi. Uyanandan sonra gördü, Sara xanım gətirib bunun qarşısına çörək qoydu. Dedi, nə yaxşı çörək bişirirsən, bu haradaydı? Dedi, sənin o dostun gildən aldığın unla bişirmişəm. Hədislər buyurur ki, Həzrəti İbrahim əleyhissalam yeganə adam idi ki, Allah onun öz xanımının yanında utanmasın deyə, məyus olmasın deyə, Allah onun xurcununa, kisəsinə yığdığı qumu una çevirdi. İndi burada Həzrəti İbrahim bilirsin nə dedi? Həzrəti İbrahim soruşdu ki, bu çörək haradaydı? Dedi, bunu sənin Misirdən gətirdiyin dostundan gətirdiyin, o Misirdəki dostundan gətirdiyin unla bişirmişəm. Həzrəti İbrahim əleyhissalam buyurdu ki, bəli, mənim dostumdan gətirdiyim unla bişirmişəm. Ancaq o Misirdə deyil. Yəni, o bizim yaradanımızdır. O bunu göndərib. O Misirdə deyil, o hər yerdədir. O elə buradadır. Elə bizim içərimizdədir. Möminlərin qəlbindədir. Hədis buyurur, Allah buyurur ki, hədis-i qudsidə, mən heç bir yerə sığmaram. Mənim yerləşəcəyim bir məkan yoxdur. Amma mömin bəndələrimin qəlbinə sığaram, yerləşərəm, oradayam mən. Ona görə mömini naümid buraxan şəxs əslində möminin özün yox, özün Allahdan uzaqlaşdırır. Amma Həzrəti İbrahim əleyhissalam bu naümidlikləri aradan qaldırırdı. Quran-ı Kərimdə başqa bir ayədə buyurur ki, və mən əhsənu dinən mimmən əsləmə vəcəhəhu lillah və huvə muhsinun
vəttəbəə millətə İbrahimə hənifə vəttəxədəllahu İbrahimə xəlila. Buyurur ki, mübarək Nisa surəsinin 125-ci ayəsində. Buyurur ki, Allaha tamamilə təslim olan şəxsdən daha dindar kim ola bilər? Daha yaxşı dindar. Yəni, yaxşı dindar bilmək istəyirsən kimdir? Bəzən olur da insanlar arasında seçim olunur. İnsanlar kimisə istəyir seçə, təyin eləyə. Filan kəs daha yaxşı dindardır, daha yaxşı ustadır, daha yaxşı bəndədir, daha yaxşı filandır. Buyurur ki, Allah Teala bu dindarlığın daha yaxşılığın mən deyirəm, təyin edirəm. Birinci ən yaxşı dindar Süleyman Deyləmi deyir. Deyir, mən günlərin bir günü İmam Baqir ya İmam Sadiq əleyhissalamın huzurunda dedim ki, filan kəs daha dindar adamdır. Nə gözəl dindardır. Möhkəm dindardır. Möhkəm fəzilət əhlidir və üstün bir şəxsiyyətdir. Deyir, elə mən bunu deyirdim. İmam demədi, hansı əməlləri yaxşı idi onun. Deyir, İmam bir cümlə buyurdu. Keyfə əqluh. Ağlı necədir? Ağlı səviyyəsi necədir? Dindarlığına baxma sən, ola bilər gecə-gündüz dindarlıq eləyə. Gör elə bu ağıl lazım olanda istifadə eləyə bilir ya bilmir. Keyfə əqluh. Deyir, la ədri, bilmirəm, ağlım bilmirəm, ağıl səviyyəsi. Deyir, Həzrət buyurdu ki, hər kəsin ibadətinin dəyəri onun ağlının səviyyəsindədir. İbadətinə verilən fəzilət, mükafat onun ağıl düşüncəsinə görədir. Ağlının ölçüsündədir. Çox ağıllıdırsa, ibadətinə çox savab verilir. Ağlı çox deyilsə, azdırsa Allah göstərməmiş, ağlına uyğun şəkildə ona savab verilir. Yəni, onun ağlının hökmünə görə, ağlının səviyyəsinə görə ibadətinə qiymət verilir, dəyər verilir. Ona görə hədislər buyurulur ki, insan ağlın inkişaf elətdirməlidir. İnsan düşüncəsini inkişaf elətdirməlidir. Nəyə görə deyir insan günahdan uzaq olsun? Çünki günah insanın ağlın yavaş-yavaş zəiflədir. Ağlın itiliyin aradan aparır. İti düşüncəli olmur da insan. Günah elədikcə görürsən dərrakəsi. Hətta bəzi günahlar var ki, insanın yaddaşın kökündən məhv edir. Həddindən artıq insanın yaddaşın zəiflədir. Buyurur ki, Allaha tamamilə təslim olan şəxsdən daha dindar və daha yaxşı dindar yoxdur. Və huvə muhsinun. Və həmin insan yaxşı iş görə, Allaha xatir, təslim ola, gözəl iş görə və Həzrəti İbrahimin xalis olan dininin davamçısı ola. Həzrəti İbrahimin dininin davamçısı ola. Görsən, 124 min peyğəmbərdən Allah sonuncu peyğəmbərin ümmətinə deyir ki, Həzrəti İbrahimin davamçısı olmaqdan üstün bir iş yoxdur. Haydi İbrahimin məqamını bildiniz də nədir? Sonuncu peyğəmbərin ümmətinə belə buyurur Allah Teala ki, siz İbrahimin saf olan, xalis olan dininə tabi olun. Nəyə görə? Ona görə ki, vəttəxəzəllahu İbrahimə xəlila. Allah İbrahim əleyhissalamı özünə dost seçdi. Dedi, sən mənim dostumsan. Sən mənim xəlilimsən. Sən mənim elə bir dostumsan ki, mən bəşəriyyəti sənə etimad eləyib, bəşəriyyəti sənə tapşıra bilirəm. Peyğəmbərliyi budur da. Peyğəmbərliyi məqamı budur. Bu demək deyil, digər peyğəmbərlərə tapşırmayıb. Yox, digər peyğəmbərlərə də tapşırıb. Amma Allah Teala Həzrəti İbrahimə xüsusi bir ehtiram və xüsusi bir etimad göstərib. Bütün bəşəriyyətə təqdim eləyib ki, bu mənim dostumdur. Nə istəyirsiniz, gedin ondan. Məndən istədiklərinizi ondan istəsiz o verəcək. Buyurur ki, vəttəxəzəllahu İbrahimə xəlila. İbrahim əleyhissalamı Allah dost seçdi özünə. Həzrəti Peyğəmbər salavatullahdan nəql edir Cabir ibn Abdullah Ənsari. Deyir, Allah Teala Həzrəti İbrahim əleyhissalamı ona görə özünə dost seçdi ki,
insanlara nəvaziş eləyir, onları yedirdir, onları içirdir, onlar yatandan sonra gəlir öz Rəbbinə ibadət eləyirdi. Daha demir, onlara yemək vermək vaxtı ibadət eləyir. Yox, deyir, onları yedirdir, içirdir, onlara kömək eləyir, onların çətinliklərini həll eləyir. Və sonra gəlir, onlar yatandan sonra, hamı yuxuda olanda Həzrəti İbrahim çəkilirdi, öz Rəbbi ilə söhbətə başlayırdı. Öz Rəbbi ilə danışırdı xəlvətcə. İbadət eləyirdi, itaət eləyirdi. Həzrəti Peyğəmbər sallallahu buyurur, buna görə Allah İbrahim əleyhissalama öz xəlili seçmişdi. Günlərin bir günü Həzrət Əli əleyhissalam bir hədisdə buyurulur, bir nəfər deyir, mən gördüm Həzrət Əli əleyhissalam narahatdır. Narahatdır. Dedim, ya Əli, niyə narahatsan? Nədir bu narahatçılığın səbəbi? Deyir, Həzrət buyurdu ki, bir həftədir qonağım gəlmir. Bir həftədir evimə qonaq gəlmir. Həzrət Əli əleyhissalam narahat olub buna görə. Adam var, sevinir, illərlə qapısına heç kim gəlməsin. Nəsə yiyəcək, içəcək. Qonağın da hökmü var da, qonaq gedənin də şərtləri var. Bir məclisdə bunlar müzakirə olur. İslamda bunların hamısının bir incəlikləri var. Qonaq gedəndə necə olmalıdır, neçə gün olmalıdır. Həzrət buyurur, 3 gündən artıq qalsa qonaq gərək özü öz xurcunundan yiyə. Amma 3 gün ərzində qonağı işlətməyi belə, evdə bir iş görə qonaq, deyir, Həzrəti Peyğəmbər sallallahu buyurardı ki, heç bir zaman belə iş görmüyor. Ki, qonaq sənin evində bir iş görsün. Belə deyək də, əlin ağdan qarıya vursun, imkan verməyin. Qonağa özünüz xidmət göstərin. Çünki Peyğəmbər sallallahu məsum imamların həyat tərzi belə olub. Həzrət Əli əleyhissalam buyurdu ki, bir həftədir qonağım gəlmir. Ona görə narahatam. İndi qonaq gəlmirsə bir həftədir. Bir nəfər gəldi, Haris ibn Əbdullah Həzrət Əli əleyhissalamın yaxın dostlarından idi. Haris Əvər də deyilir tarixdə, Həzrətin yaxın səhabələrindən idi. Dedi, ya Əli, olar gedək mənim evimdə qonaq ol. Mən də istəyirəm ki, bu şərəfə nail olam. Gedək mənim evimdə qonaq ol və mən sənə xidmət edeyim, bir qonağım kimi. Bir Həzrət buyurdu ki, gedərəm, ancaq bir neçə şərtim var. Dedi, buyur. Dedi, birinci şərtim budur ki, mənim qonaq gəlməyimlə sən məşəqqət və çətinliyə düşməyəcəksənsə, mən gəlim. Mənim gəlişim səni zəhmətə salacaqsa, əziyyətə salacaqsa, mən qonaq gəlmirəm, qəbul eləmirəm bu qonaqlığı. Və eyni zamanda evdə olan az bir halal tikə ilə kifayətlənəcəksən. Böyük bir təmtəraqlı süfrə asmayacaqsan. Var axı bizdə həmin bu qonaqlıqları ləğv eləyən həmin süfrələr oldu. Həmin o qonaq gedəndə aparılacaq o, belə deyək də, paketlər oldu, sunkalar oldu, çantalar oldu, içərisində, belə deyək, xonçalar oldu, içərisində aparılacaq o alınan mallar oldu. Hansı ki, biri onun evinə gedir, o bu birinin evinə gedir, bu deyir, mən daha yaxşısını alım, o deyir, daha yaxşısın, o biri deyir, day, mən bunu ala bilmirəm, elə ondansa getməyim. Həmin bu qonaqlıqları ləğv eləyən, hansı ki, İslam dini bu qədər əhəmiyyət verir. Bu qonaqlıqları ləğv eləyən həmin bu daşımalar oldu və evdə təmtəraqlı stolların, süfrələrin açılması oldu. Bunlar yavaş-yavaş bu qonaqlıqları aradan çıxardı, sıradan çıxartdı. Və bundan sonra başladı qohum əqraba arasında uzaqlaşma yaratmağa. İndi mən filan yerə gedim, gərək bir dənə konfet alım, bir dənə filan alım. Ya bir dənə bir kulok doldurum, aparım da. İslam dini belə demir. İslam dini deyir ki, Həzrəti Əli əleyhissalamın dilindən. Dedi, əgər mənim gəlişim sizi çətinliyə salacaqsam, mən qəbul eləmirəm bu qonaqlığı. Həzrət Əli bu qonaqlığı qəbul eləmədi. Peyğəmbərlər bu qonaqlığı qəbul eləmirlər. Məsum imamlar həmin bu qonaqlıqları qəbul eləmir. Varındı ver, bu başqa məsələ. Ehsan elə, ya süfrə aç, ya qonaq qəbul elə. Amma əvəz olsun deyə
təmtəraqlı şəkildə biri digərinə göstəriş üçün qurulan məclislər həmin bu qonaqlıqları aradan apardı. Bir-birinin qapısını açmağı, qohum əqrabanın bir-birini ziyarət eləmək məsələlərin yavaş-yavaş aradan apardı. İslam dinində sile-i rəhim, yəni qohum əqrabanı yoxlamaq ən ali dəyərlərdən biri olmağına baxmayaraq bu dəyərləri yavaş-yavaş itirdi, aradan apardı. Həzrət buyurdu, əlinizdə və evinizdə olan bir tikə halalla kifayətlənəcəksənsə mən gəlim. Dedi, razıyam, qəbul edirəm. Haris Əvər qəbul elədi. Həzrət Əli əleyhissalam gəldi. Əyləşdilər, biz günorta deyirik də. Günorta yedi Həzrət Əli əleyhissalam. Bir tikə süfrəyə qoydu. Həzrət o bir tikəni yedi. Əlhamdülillah, şükür elədi. Sağollaşdılar, çıxdı. Həzrət Mövla gəldi evinə. Bu oldu qonaq. İslam dinində bu qonaqlığa dəyər verildi. Halaldan olacaqsa o tikə, nə xoş o həm ev sahibinin halına, həm də ki o şəxsin halına ki o həmin evə qonaq gəlib. Həzrəti Peyğəmbər salavatullah Həzrəti Əli əleyhissalama buyurdu. Burada mən kana yu'minu billahi vəl yevmil axir fəl yukrim zeyfə. Hər kəs Allaha və axirət gününə imanı varsa, inamı varsa, iman göstəribsə, gətiribsə, o öz qonağına ehtiram eləsin. Hətta bir hədisdə belə qeyd olunur, özə məşhur hədisdir, bəlkə də eşitmişsiniz. Buyurur ki, əkrimiz zeyfə vələv kanə kafirə. Hətta qonaq kafir də olsa ona ikram elə, ona hörmət elə. Çünki qonaqdır. Allah qonağa bu qədər dəyər verir, bu qədər qonağa və qonaqlığa əhəmiyyət verir. Buyurur ki, bir evə qonaq gələrsə, bəzi xüsusiyyətlər yaranar o ev sahibində. Məsələn, kiminsə evinə qonaq gəlir, nə veriləcək o ev sahibinə? Birinci bu bəxş olunar, həmin o qonağın ruzisini Allah o şəxsin, ev sahibi üçün yetirəcək. Onun dərdini çəkməsin. İkincisi, Allah bərəkəti artıracaq, həm o ev, əsas ev sahibinin. O evin bərəkətini artıracaq. Üçüncüsü, Allah səmanın qapılarını açacaq ki, o şəxs üçün olunan duaları qəbul olunsun. Həm o şəxsin özünün özü barəsində, ailəsi barəsində, ya kimlərinsə barəsində eləyəcəyi dualar qəbul olunar və eyni zamanda qonağın ev sahibi barəsində elədiyi duaları Allah qəbul eləmək üçün səmanın bütün qapılarını açar. Bundan deyir, kifayətlənmir. Allah o ev sahibinin günahını bağışlayar. O ev sahibində günah qalmaz. Qonaq gedər, günahlar hamısı qutardı. Yoxdur, bu ev sahibinin günahı yoxdur. İndi həyatın başlayacaq yenidən. Bundan sonra günah eləyəcək, yazılacaq, eləməyəcək, yazılmayacaq. Qonağın ehtiramıdır, qonağa verilən hörmətdir. Həmən insanın dünyadan əlavə axirətdə də aqibəti xoş olar. Qiyamət günü də Allah ondan ehtiramla rəftar eləyər. Niyə? Çünki bu qonağına hörmət eləyib, qonağına ehtiram eləyib. Həzrəti Peyğəmbər salavatullah yenə başqa bir hədisdə buyurur. Buyurur, İzə ərədə Allah bi qavmin xeyrən əhdə iləyhim hədiyyə. Allah bir millətə, bir cəmiyyətə mükafat vermək istəyəndə, xeyir, bərəkət vermək istəyəndə həmin cəmiyyətə bir hədiyyə göndərir. Bir nəfər deyir, soruşdu, və ma tilkəl hədiyyə, ey Allahın Peyğəmbəri, bu hədiyyə nə hədiyyədir? Hansı hədiyyədir? Həzrət buyurdu ki, əl-zeyf yənzil bi rizqi və yərtəhil bi zunubi əhlil beyt. Buyurdu ki, qonaq öz ruzisi ilə gələr, gələndə ruzi gətirər, gələndə Allah onun xətrinə, həmin ailəyə ruzi bərəkət bəxş eləyər. Gedəndə o əhlin, o ailənin bütün günahlarını silər, təmizləyər, gedər. O cəmiyyət, həmin ailənin günahı qalmaz. Həmin şəxslərin günahı qalmaz. Çünki həmən insanların nə qədər, nə əməllər eləmişdirsə indiyə qədər Allah hamısını bağışlayar, hamısını aradan aparar.
Əvvəldə oxuduq Həzrəti İbrahim əleyhissalamın qonaqlığı. Buyurdu ki, hələ təkə hədithu dayfi İbrahim əl-Mükremun. İbrahim əleyhissalamın ehtiramlı qonaqlarının xəbəri sənə çatıb, ey Peyğəmbər. İz dəxəlu aleyhi fəqalu səlama. Gəldilər Həzrəti İbrahim əleyhissalamın evinə, Həzrəti İbrahimə salam verdilər. Həzrəti İbrahim əleyhissalam da buyurdu, qalə səlamun qavmun münkərun. Salam olsun sizə, amma mən sizi tanımadım. 3 nəfər ya 4 nəfər gəlir Həzrəti İbrahim əleyhissalamın evinə. İndi bir nəfər adamın evinə gələr, 3 nəfər, 5 nəfər, onun üçün süfrə açarsan. Onun üçün hansı heyvanı kəsərsən? İndi çox böyük kəssin, bir qoyun kəsərsən də. 3-4 nəfər üçün ondan artığını kəsməzsən ki. İndi mən bunu məsələn deyirəm, hələ bir toyuq kəsiləsin, o da qalmış, o ki qalmışdı qoyuna. Allah Teala Quran-ı Kərimdə buyurur, Həzrəti İbrahim əleyhissalam onlar əyləşəndən sonra gəldilər Həzrəti İbrahim əleyhissalamın evinə. Salavat zikirləyə Peyğəmbər adı. Onlar gəldilər Həzrət İbrahim əleyhissalamın evinə, salam verdilər, Həzrət də salama cavab verdi. Amma özlüyündə dedi, mən tanımadım. Salam olsun, amma mən tanımadım bunlar kimdir. Allah elə ayədə gətirir o kəlməni, salamun qavmun münkərun. Salam olsun o tanımadığım qövmə. Yəni sizi tanımadım, amma əleykum salam. Amma deyirlər ki, Həzrət İbrahim əleyhissalam ürəyindən keçirdi, qəlbində keçirdi ki, mən sizi tanımadım. Fərağa ilə əhlihi fəcəə bi'iclin səmin. Buyurur, təcili tələsik getdi öz ailəsinin yanına, xanımının yanına ki, xəbər versin ki, qonağım var. Və dərhal bir buzov kəsdi. Bir buzov kəsdi, pişirdi. Tez bir zamanda onu gətirdi, qoydu, özdə kök bir buzov. Pişirdi, gətirdi. Elə qonaqlığa gedəsən. Gəldi, qoydu bunların qarşısına, gördü bunlar yemirlər. Həzrəti İbrahim əleyhissalam buyurur, fəqərrəbəhu iləyhim, qalə ələ təəkulun. Qoydu onların qarşısına, dedi, niyə yemirsiniz? Yeməyəndə də Həzrəti İbrahim əleyhissalamın qəlbi inciyərdə day. Bu boyda zəhmət çəkib, əziyyət çəkib, o boyda buzovu bişir, gətir, qoy. Niyə yemirsiniz? Gördü, hə, bunlar Allahın göndərdiyi mələklərdir. Buyururlar ki, 3 mələk, Allahın əzəmətli 3 mələyi. Həzrəti Cəbrail əleyhissalam, Həzrəti İsrafil əleyhissalam, bir də Həzrəti Mikail əleyhissalam. Əzrail əleyhissalam yox idi orada. Elə deyirlər, yox idi. Deyir, bunlara dedi, niyə yemirsiniz? Sonra baxdı, gördü, yox, bunlar mələkdirlər. Allah tərəfindən gələndilər. Həzrəti İbrahim əleyhissalamın qəlbinə bir qorxu düşdü. Ki, bu heybətlə, bu əzəmətlə bunlar gəliblər, görəsən nə xəbərdir? Allahın yanında İbrahim əleyhissalamın bir xüsusi üstünlüyü var idi. Biz dedik, Allah xüsusi məhəbbəti var idi İbrahim əleyhissalama. Həzrəti İbrahimin də bu zaman təqribən 100 yaşı var idi. Tarix belə yazır, təfsir alimləri gətirir, təfsir kitablarında. Xanımının da təqribən bir 90-95 yaşı var idi. Deyir, Həzrəti İbrahim əleyhissalama dedilər ki, sən qorxma. Qalu la təxaf. Dedilər, qorxma. Və bəşşəruhu biğulamin əlim. Biz gəlmişik sənə bir elmli bir oğlan uşağının müjdəsini verəcək. İbrahim əleyhissalamın övladı olmurdu axı. Həzrəti İbrahim əleyhissalamın deyir, xanımı gəldi, eşitdi bu sözü, güldü, təbəssüm elədi və təəccüblə dedi ki, bu necə olan bir işdir? Mən qoca bir qarıyam, Həzrəti İbrahim əleyhissalam da qoca kişi. Dedi, sən Rəbbimizin hökmüdür bu. Allah hikmət sahibidir. O nə dedisə o icra olunacaq. Sonra
Bu Allahın mələkləri təkcə buna görə o qədər mələk durub gəlmir ki, 3 mələyin göndərib bura. Deyirlər ki, Həzrəti İbrahim əleyhissalam Lut peyğəmbərin qövmü var idi də. Təqribən 4000-5000 əhalisi var idi o yaşadığı cəmiyyətin. Deyir, həmin qövmə Allah bəla göndərmişdi bunların vasitəsilə. Amma Allah istədi ki, əvvəlcə Həzrəti İbrahimin könlünü alsın, Həzrəti İbrahim əleyhissalama bir xoş xəbər göndərsin, müjdəsin versin və ondan sonra o bəlanı həmin qövmə aparsın. Həzrəti İbrahim əleyhissalamın qonaqlarının qarşısına Həzrəti İbrahim əleyhissalam bu cür çıxdı, bir buzov kəsdi, gətirdi, hörmətlə, izzətlə, tanımadığı qonaqlardır, tanımır kimdir. Sonradan bildi ki, bunlar Allahın mələkləridir. Və müjdəni verəndən sonra Həzrət İbrahim əleyhissalam soruşanda dedilər ki, biz Həzrət Lutun qövmünə bəla gətirmişik. Onları məhv eləyəcək. Onlar gəldilər Həzrəti Lut əleyhissalamın qövmünün içərisinə gələndə gördülər Həzrəti Lut peyğəmbər əleyhissalam kənarda bir əkinlə məşğuldur. Həzrət bunları gördü, o da tanımadı. Həzrəti Lut peyğəmbər də tanımadı. Həmin bu mələkləri növbəti gün tanımadı. Dedi, siz kimlərsiniz? İstəyir evinə qonaq aparsın bunları. Amma əhali Lut qövmü bilirsiniz də, dayı, mən istəmirəm danışam bu barədə. Onlara görə bunları evinə də aparmaq istəmir. Və evinə aparsa belə gizlin şəkildə evində qonaq saxlasın, bundan da qorxur. Çünki xanımı Həzrət Lut peyğəmbərin xanımı Həzrət Lut peyğəmbərə qarşı idi və o qövmlə əlbir olub Həzrət Lut əleyhissalama məsxərə eləyirdi, tənə eləyirdi və s. və ilaxır. Deyir, Həzrət Lut peyğəmbər əlacsız qalıb, o da bu həmin şəxsləri eyni mövzudur, eyni şəxsiyyətlərdir. Aparır evlərinə. Və xanımı çıxdı, damın üstündə elan verdi ki, Lut peyğəmbərin qonaqları var, filan var. Cəmaət tökülüşdü, gəldi, filan. Geniş hadisədir, mən qısa deyirəm. Gəldilər Həzrət Lut əleyhissalamın evinə, Həzrət Lut peyğəmbər qapını bağlayıb ki, qonaqların yanına buraxmasın onları. Uzun uzadı söz-söhbətdən sonra, mübarizədən sonra onlar artıq qapını açdılar ki, o boyda kütlə hamı tökülüşüb. Deyir, Həzrəti Lut əleyhissalam döndü məyus halda baxdı qonaqlara. Bilmir axı kimdir. Elə bilir ki, adi bir qonaqdır. Amma son o həddə qədər o məyus oldu. Artıq gördü ki, day mümkün deyil. Gücüm çatmadı, qüvvəm çatmadı. Baxdı qonaqlarına, qonaqları nə dedi? Dedi, narahat olma, biz Allahın əzab mələkləriyik. Biz bəla gətirmişik bunlar üçün. Sən narahat olma. Sən öz vəzifəni başa vurdun. Dedi, niyə? Dedi, heç nə, çəkil geri. Kənara çəkil, o gəlsinlər. Deyir, onlar içəri gələndə gözləri tutuldu. Birinci gözləri tutuldu. Sonra çəkildilər. Gecir bitər, qapını tapıb çıxdılar çölə. Sonra Allah Taala Həzrəti Lut əleyhissalamın qövmünə bəlanı nazil elədi. Sübh vaxtı bəla gəldi. Hamısı məhv oldu. Aradan getdi Həzrəti Lut əleyhissalam və ailəsindən başqa, xanımından başqa, övladlarından başqa hamısı məhv oldu, aradan getdi. Görürsən, Allah yer üzərinə bəla göndərir. Allah yer üzərinə göndərdiyi o bəla və xeyir, bərəkət nəyə görədir? İnsanların rəftar və həyat tərzinə görə. Bu gün də belədir. Qiyamətə qədər də belə olacaq. Başımıza gələn bəlalar da bizim əməllərimizə görə olur. Ya bizim, ya cəmiyyətimizin. Və bizə çatan neymətlər də Allahın rəhmət və mərhəmətidir ki, Allah bizlərə bəxş edir. Allahın verək izzət, əzəmətinə bizləri neymət göndərdiyi bəndələrindən qərar versin inşallah.